Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib. Beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Eyvazov, şərti adını belə deyək, tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib. Paytaxt sakini 8 il əvvəl ailə qurub. Həmin nigahdan 7 yaşlı oğlu olduğunu düşünüb. 2 il əvvəl isə ər-arvad arasındakı nigah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib. Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata olma bilməsinin mümkünsüz olduğunu deyiblər. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib. Belə bir şeyə inanmadığını israr edib. Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizində ilkin nəticəni təsdiq edib. Məlum olub ki, az yaşlının atası Ramin deyil, daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıb. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib və uşağın atasının da elə Rizvan olduğu təsdiqlənib. Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı etiraf edib ki, bu həqiqətdir. Qaynata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqənin baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb. Qonşular da qaynata gəlinin sevgi münasibətindən şübhələniblər. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, qadınla kişi bir neçə dəfə rayonlara birgə gəzməyə gediblər. Tibbi ekspertizanın nəticələri və etiraf edici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb. Məhkəmənin qərarı ilə Raminin 2 il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə uşağın saxlanması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağın bioloji atası üzərinə qoyulub.